2015'inde ülkenin Ali Kanunvericiliği organına sədr seçildi. Karar kabul olundu. Ben Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm və bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan Respublikasının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının müstəqilliyini qorumaq, möhkəmləndirmək, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Mən bütün səylər edəcəyəm və heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan qalan hissəsini harda olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil devlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Heydər